Deməli, deyilir ki, onu eləməyin, onu söyməyin, bunu söyməyin. Tamam, biz söyməyək. Bu 4-5 nəfər söyməsin. Əli söyməsin, Zivər söyməsin, Adil söyməsin. Amma bir məsələni unudurlar. Kardeşim, Bir danış məsələni da bu unudurlar. için, danış da. Bu məsələni unudurlar. Deməli, dünyada ən yüksək IQ-lü ölkələrdən biri veya bəziləri, məsələn, müsəlman ölkələrindən biri Bruneydir, Malaziyadır, Hristiyan ölkələrində burada da Allah yoxdur yazısı ilə TikTok açarsansa, bunlar da eyni şəkildə Geçen internetim var ha. eyni şəkildə reaksiya verərlər. Niyə? Çünki əksər insanlar təhqiq əhli deyil. Yəni cəmiyyətdə təhqiq əhli çox kiçik bir qismdir ki, onlar təhqiq edirlər, ağılla iman edirlər, ağılla iman eləmirlər. Çoxsu təqlidi müsəlmanlardır. Təqlid dediyim valideynindən görür, qardaşından görür, əzizindən görür. Deyilmi? Sevgi ilə inananların çoxluğu dünyada çoxdur. Hristiyan ailəsində doğulan sevərək gəlir, ailəsindən bunun təbliğatını görür. Müsəlman ailəsində də bu şəkildə. Demək ki, bir insan bir cəmiyyətdə, bir topluluğun dini dəyərinə dil uzadarsa, bu təhqiq etməyən millət ki yoxdur, bunu təqlid edənlər, sevgi ilə yanaşanlar, bunlar otomatik olaraq söyəcək. Çünki niyə? Ya bunlar hisslərlə yanaşır. Sən buna deyə bilmərsən ki, sən mənə ağılla cavab ver. Zaten ateistlərin çoxu da belədir. Ateistlərin, sən də özün ateist olmusan da, hansı qismi... Ben ateist olmamışım, ateistim. Ateistsən də, yəni, nə qədəri əhli təhqiqdir, təhqiq əhlidir, araşdırandır. Çox az qismi. Ha? Yox, çox az qismi təhqiq eləyəndir. Gəl razılaşaq. Əsl ateistdən söhbət gedirsə, onlar hamısı... Əsl müsəlmandan da söhbət gedirsə, Salam, məsələ salam, ayrıdır. Əsl müsəlmandan, əsl ateistdən söhbət getmir. Biz əksəriyyətdən danışırıq. Və sən çıxıb deyirsən ki, söymə. Bu 4 nəfər söymədi və duyğuları ilə yanaşan insanlar ki yoxdur. Bunlar avtomatik olaraq söyməlidir axı. Yəni sən bunun qarşısını ala bilmərsən. Deyəlim ki, söyməyək. Okey, heç kim söyməsin. Necə normalda bizim cəmiyyətdə belədir. Yəni şərq ölkələrində, 2-ci, 3-cü dünya ölkələrində belədir. Hər kəs problemlə danışır. Bu məsələni necə həll eləmək olar, onu ortaya qoyan yoxdur. Tamam, Qəbələyə söyülməsin. Qəbələ də Azərbaycanın bir parçasıdır, o da Azərbaycandır. Və ya, məsələ burada Qəbələ deyil. Ümumiyyətlə, məsələ Qəbələdən çıxıb. Ya 2 milyardın anasından söhbət gedir. 2 milyardın dini dəyərindən söhbət gedir. Tamam, heç kim söyməsin. Bu 2 milyardın hamısı dini dəyər olaraq görür axı, duyğu ilə yanaşır axı. Yəni bu hər kəs ağılla cavab vermək zorundadır. Belə bir şey var. Allah Rəsulu deyib ki, bir problem görərsənsə, haqsızlıq görərsənsə, bunu 3 şəkildə yoluna qoy. Dilinlə, əlinlə və ya buğz elə. Sən deyə bilərsəniz ki, buğz eləmək, etiraz eləmək bir standartın içindədir. Buğz eləmək kimi ağıllı insana görə buğz eləmək dəyişir, Əliyə görə buğz eləmək dəyişir, Fəxriyə görə buğz eləmək dəyişir. Elə bir şablon var ki, illa buğz eləmək mədəniyyət çərçivəsində olmadı. Bir də mədəniyyət dediyin şey nisbi olan şeydir. Hər kəs üçün dəyişir. Biri də çıxıb deyir ki, mən sevki Qəbələyə söyməyin. Amma məsələ burada Qəbələ deyil, əzizim, bu məsələ Qəbələdən çıxıb məsələ. Hər kəs, Sevikin psixoloji problemi var. Bu adam bilə-bilə ki, söyləyəcək. Çünki bilir ki, bu millətin, bu topluluğun böyük qismi müsəlmandır və böyük qismi təqlidi müsəlmandır. Duyğuları ilə, sevgiləri ilə inanan müsəlmandır. Buna rəğmən yazıb ki, Allah yoxdur. Bu adam avtomatik olaraq söyün mənə deyir bunu. Bunun başqa bir anlamı yoxdur, qardaş.
Və ya deyir ki, Qəbələyə söyməyin. Qəbələyə niyə söyək ki? Demək ki, burada bir səbəb var. Buna görə bir problem var. Bunu ortadan qaldırmaq lazımdır. Bunun yaxşı problemi necə həll eləyək? Söyməyək. Etiraz eləməyək. Davam elə çevik. Söy sapla. Yəni 2 milyardın anası ilə, dini dəyəri ilə istədiyini davam elə. Bu biz də söyməyəcəyik. Bu qədər duyğusal olan, ya duyğu ilə yanaşan, hisslərlə yanaşan, bu dini hisslərlə sevən insanlar ki, təhqiq eləməyib, ki, çoğunluqla təhqiq etmir. Quranda belə var. Dəfələrlə deyir ki, siz bilmərsiniz, siz bilmərsiniz, siz bilmərsiniz. Yəni təhqiq eləyən kisim azdır da, az adam buna ağılla cavab verə bilər. Sən bu boyda topluluğa deyə bilmərsən ki, buğz eləmə şəkli, etiraz eləmə şəkli belədir. Bunu deyə bilmərsən. Hər kəsin anlayışı başqadır. Hər kəs haqsızlıq görəndə reaksiyası başqadır. Onun üçün, yəni Çeviç bu şeyi deyib və birisi də Qəbələyə söyüb, sən də deyirsən ki, Qəbələyə söyməyin. Avtomatik olaraq şəxsən Sumat Samirin qeyrəti yoxdur. Yəni Samir də ki, mən Samirə nə qədər şey elədim ki, mən bunu izah eləyim. Mən də əhl-i sünnəyəm, mən də izah eləyim onu. Mən başa salım ki, tamam sən orada Qəbələyə söyməyək. Qəbələ Mən ondan çox Allah'ı sevirəm. Sən onu müdafiə eləməklə, ya dolayısıyla müdafiə eləyirsən. Bu qədər dini dəyəri olan insanı qarşıma qoyursan. Ya dolayısıyla sənin dini dəyəri və Allah Rəsulunun xanımlarına o da dil uzatıb da. Tamam sən ağıllı adamsan, IQ səviyyən yüksəkdir, mədəni insansan, sən buna normal cavab verirsən. Amma tələb eləyə bilmərsən ki, ay cahil topluluq, cahil dediyim bu təhqir deyil ha, təhqiq əhli olmayan insana bu şəkildə reaksiya vermə. Bunu deyə bilmərsən axı. Axı qardaş, bir dənə bir şey göstərmək istəyirəm. Bu Çeviyi Allah kimi görüb ona savadlı deyənlər. Yox, gərək yoxdur. Yox, gərək yoxdur. Bir də bizim məsələmiz bütün dünyada hər kəsdə fərqli deyildir. Eyni olan yüz minlərlə nümunəsi vardır. Interpol arxivlərindən, Avropa arxivlərindən tapa bilərsiniz. Baxın, Interpolun öz rəsmi saytıdır. Bu da sizin o savadlı Çeviç, ateist Çeviçimiz, yaradandan nankar olan Çeviçimizin dediği ki Interpol'da bakabilirsiniz. Buyurun Interpol'a biz bakarız. Dünyada parmaq izləri eyni olan adamlar yoxdur. Çeviyi isə canıdadır ki. Yox, məsələ 200 minlərlə adam var ki, 200 minlərlə. Məsələ bu dini məsələ, bu psixolojik məsələdir. Bu adam bu boyda topluluğun qarşısına alıb deyir ki, Qəbələyə söyməyin. Halbuki Qəbələyə söyülmə səbəbini də bilir. Və bu qədər topluluğa deyə bilmərsən ki, Qəbələyə söymə, filan kəsə söymə, bunu eləmə. Okey, eləməyək, heç kim eləməsin. Nə tövsiyə edirsən, əzizim, nə deyirsən, Samir, neyniyək? Onu de də, hər kəs problemdən danışır. Bunun ana qaynağı nədir? Bunu necə yoluna qoymaq olar? Sən bu qədər dini dəyəri olan insanlara deyirsən ki, hər kəs yumruq atmalıdır. Birisi təpi ata bilər də. Və bunu necə qınaya bilərsən ki, hər kəsin öz dava üsulu var da. Biri təpi atır, biri barmağını soxur cəmaatın gözünə. Sən deyə bilmərsən ki, sən yalnız bu şəkildə etiraz edə bilərsən. Xeyr, belə bir şey olmur. Bunun ana qaynağı nədirsə, bunun bu şəkildə həll olunması lazımdır. Bu arada mən nə Adilin belə baxış açısı ilə, nə Əlinin baxış açısı ilə mən 180 dərəcə fərqli düşünürəm. Amma sadəcə bu məsələdə Samirin tutduğu yol doğru bir şey deyil. Bunun həll yolu bu deyil. Okey, mən də yazım ki, falan kəsə söyləyin. Bir dənə də söz deyim, sən sonra davam edək. Çox gözəl və səliqəli danışırsan. Bax, bir dənə söz deyim. Bu dəqiqə Əli nə Qəbələni söyür, nə Qəbələk də danışır. Bütün temalar demək olar ki, bağlıdır. Bunu qaldırmaqla təzdən söydürür. Bilirsən nətərdir? Özdə Əli kimi adamın üstünə sən gəlib, deyirsən ki, ay səni belə-belə eləyim Qəbəliyə söymə. Əli səni də söyləyəcək, Qəbələni də söyləyəcək. Salam sən aleyküm. susub söhbəti bağlamaq, aleyküm salam. Susub söhbəti bağlamaqdansa odun üstünə benzinlə gedirsən. Ona görə mən buradan birbaşa deyirəm ki, Samirin qeyrəti yoxdur. Samirdən çox Allaha mən çox inanam. Ondan çox inanam, bundan çox qorxuram, bundan çox sevirəm. Deyir, mənim xəbərim yoxdur, söhbət bağlanıb. Deyir, Qəbərlərdən üzr istəmisiniz. Girdillaq da bu.
Qabalılar bizdən üzr istəməli ki, belə peysər çıxıb olan rayonun. Qabalılar. Adil sahib WhatsApp-a bir dənə şey atdım. Zəhmət olmasa baxama. Fakir. Ay Fakir, bir söz soruşacağım qardaş səndən. Buyur, eşidirəm. Masketi servisi aparırmış. Servis talonuna zadına ehtiyac var, yoxsa özləri baxacaqlar orada. Bir numberdən bilirlər. Götürmə. Registration onda götürün, bəs eləyərəm. Baxdın Adil? Qaqa, yenə o söhbəti bizə qoşursan. Biz Yo. nazına Mən sadəcə istədim sən baxasan ona. Sən istədin baxasan. Gördüm. Əliyə də atmışam. Sadəcə biləsiniz. Kimin nəyi bildiyi yenə, nə olub yenə? WhatsApp-a atmışam əli. Zəhmət olmasa bir dənə baxarsan. Absurda eləmək istəmirəm, prosta baxarsan. Mən bir ümid edirəm ki, mən ateist olaraq Samir Bəlioğlu Sumaqdan çox dindaram. Bundan çox Allahı müdafiə edirəm, bundan çox müsəlmanları müdafiə edirəm. Samirə prosta sərf eləyən odur ki, o vahabi olaraq şiələrin söyülməsi ona sərf eləyir. Özünün ya da var yoxunda olan, ya da əqidəsində olan heç kimin dalı üçün deyil ki, şiyə söz desin. Başqa bir dənəsi söz deyəndə də onun kimi mutil olaraq sərf eləyir. Bu qədər basit. Onun Qəbələ qozunadırsa, məndən alçaq adam yoxdur dünyada. Onun Qəbələ vecinədirsə, məndən alçaq adam yoxdur bu dünyada. Reklam da reklam. Primeşdir. Qəbələ vecinə də deyil, o bugünlərim, o şiələrin əzilməsinə çox ona ləzzət eləyir, ona xoşdur. Adam çıxıb deyir ki, Hello sir. Əli deyir TikToka jetona görə girir. Adamın mən haqqında bu qədər belə məlumatı yoxdur. Çıxıb deyir ki, Əli TikToka jetona görə girir. O adamdan sən nə gözləyirsən? What the fuck are you? This was the... What the fuck? Peyğəmbərinə pedofil deyirlər. İlqar sual verir ki, sən böyüyün kimdir, ağsaqqalın kimdir? Deyir Məhəmməd Peyğəmbər. Deyirlər sən Məhəmməd Peyğəmbərinə pedofil deyirlər. Sən deyirsən ki, mənim ağsaqqalım Peyğəmbərdir. Yəni gizlicə də, yəni yersiz bir canlı idi. Qəbəliyə dil uzatma. Buyur Fəxri, davam elə. İşte mən getdim qardaşlar, özünüzə yaxşı baxın hələ. Gəl qaqa, gəl. Allah. Mən dart götürüb dedim, masketi aparım servisə. Bunlar nəyin dərdindədirlər, bilmirəm o işdir. Masketi aparım servisə. Kaskayırdadır. Zıp brutunu çəkilib, maşın bardaq günündədir, bəli. Eyni vəziyyətdə. Uşaqlar, öpürəm sizə hələlik. Mən getdim, masketi aparım servisə. Bu şəkildə dalaşmalısan. Necə sən ancaq bu şəkildə dalaşmağı tələb eləyə bilərsən?